Çox maraqlıdır, şəxsən mənə çox maraqlıdır ki, ölkə başçısı Rusiya kanalına müsahibə verir və sual verirlər ölkə başçısına ki, sizin ölkəmizdə hicab problemi var. Ölkə başçısı deyir ki, qətiyyən bizə belə bir problem yoxdur, ola da bilməz və s. Mən başa düşə bilmirəm. Uşağın başından hicab açan, uşağı hicablı məktəbə qoymayan ya ölkə başçısına qarşı təhqiqat törədir, ölkə başçısını ya saymır, ya da ölkə başçısının ümumiyyətlə tapşırıqlarına xəbəri yoxdur. Axı sənin ölkə başçısın deyir ki, bu ölkədə hicab qadağası yoxdur. Sən bu cürəti hardan tapmısan? Kim verir bu cürəti sənə? Bizim elə sakit durmağımızın nəticəsi ki, bugün hicabımızı açırlar, biri durur deyir ki, İmam Hüseyin ordusu, nə bilim, qara ləkəli, bu ad bizim ölkə falan filan, Cümşid Nuriyevdir, politolog. Bu insan başa düşmür ki, İmam Hüseynin məktəbinin yetirmələridir Qarabağ alanlar.